dənə qara çörək almışam. Onlar bir 10 gündür soyuducudadır. Qoymuşam soyuducuya. Hərdən kəsirəm belə, qızdırıram, yeyirəm, ürəyim çörək istəyəndə. Məsələn, keyfiyyətini itirmir ki, amma təmiz buğdadandır, təmiz mayadandır, duruşsuz filansız. Samir bəy, çörək un məmulatı elədir ki, keyfiyyətini itirən kimi cəllənir. Bu cəllənməyib. Yox, mən sizdən danışmıram. Sən sual verirsən, onu cavab verirəm ki, kiflənir. Belə bir gündə görürsən, 2 gündə təbii ki, orada o drojen miqdarının çoxluğundan asılı olan bir şeydir. O təmiz olur, siz dediyiniz təmizsə və tərkibini dəyişmirsə, kiflənməyibsə, lor dilən desə, cəllənməyibsə, yemək olar, təbii ki, olar. Ümumiyyətlə, çörəyi təzə yemək olmaz. Təzə çörəkdə, bax, bugün insanlarımız isti-isti yeyir və mədə bağırsağını məhv edir. Həm də sən onu təzə yeyəndə onun droju ölməyib hələ. Ona görə mədənin selli qışasına olduqca pis təsir. Boyat yeməliyik. Tamam. Bir gün. İzləyicimizi